Yolun kənarı ilə hərəkət edən 20 yaşlı gənci maşın vurdu. Qəza Biləsuvar Bəhramtəpə magistral yolunun Nəsimi kəndindən keçən hissəsində günorta radələrində baş verib. Biləsuvar rayonunun Bəydili kənd sakini Tofiq Əliyevin idarə etdiyi Mercedes markalı mikroavtobus yolun kənar hissəsindəki piyadanı vurub. Nəticədə 2005-ci il təvəllüdlü Rəşad Raufoğlu Əkbərov ağır bədən xəsarətləri alıb. İlkin məlumatlara əsasən sürücü qarşısına qəfil çıxan iri buynuzlu malqaranı vurmamaq üçün sükanı yolun sağ cinahına çevirib. Sürücü nəqliyyat vasitəsini idarə edərkən eyni zamanda telefonla danışıb və yol kənarı ilə hərəkət edən piyadanı vurub. Uşağı bax burada vurub, burada da beynin dəyib yerə partlayıb qan gedir beynindən dəhşət. Maşınlar gözləmirlər, sözün açığı gözləmirlər. Çox özdə radarda qoyulub bu yaxınlarda, radar da var. Hələ radara da meyl verən yoxdur. Çox sürətlə sürürlər. Sürücü yaralı gənci öz avtomobili ilə dərhal Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırıb. Ciddi xəsarətlər alan Rəşad Əkbərovu saatlarla davam edən tibbi müdaxilələrin ardınca həyata qaytarmaq mümkün olub. Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. 8 aprel 2025-ci il tarixdə saat 12:30 radələrində yol nəqliyyat hadisə səbəbindən xəsarət alan bir nəfər kişi cinsli Biləsuvar mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onda dəqiqləşdirilmiş kəllə daxili travma diaqnozu təyin edilib. Hal-hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Qeyd edək ki, qəza zamanı xəsarət alan piyada Rəşad Əkbərov hərbi xidmətini yenicə başa vuraraq Biləsuvara qayıdıb. Hadisənin təfərrüatları hüquq mühafizə orqanları tərəfindən araşdırılır.